Salam, hər vaxtınız xeyir. Coğrafiya Cəlil Şirəliyevin test toplusu suallara qaldığımız yerdən davam edirik. Sual 11. Verilən fikirlər aiddir. Tematik xəritələrdə obyektin ərazi üzrə yayılmasını göstərir. Obyektlərin ərazi üzrə kəmiyyət göstəricisini ifadə edir. Əhalinin yerləşməsi və heyvanların sayını göstərən zaman istifadə edilir. Bildiyimiz kimi xəritələrdə təsvir üsulları var. Bütün bunlar da nöqtələr üsuluna aiddir. Nöqtələr üsulu ilə xəritələrdə coğrafi obyektlərin ərazi üzrə yayılması və onların kəmiyyət göstəriciləri verilir. Nöqtələr üsulunda hər bir nöqtə və onların ölçüsü müəyyən kəmiyyət göstəricilərini ifadə edir. Bu üsul əhalinin yerləşməsini, malqaranın sayını göstərir. Cavablara baxaq. Doğru cavab C variantıdır. Nöqtələr üsulu. Sual 12. Uyğunluğu müəyyən edin. Yenə təsvir üsulları verilib. Areal üsulu, nöqtələr üsulu, kartoqram üsulu. Baxaq. A. Coğrafi obyektlərin ərazi üzrə dəyişməsini vizual əks etdirir. Məsələn, əhalinin sıxlığı, meşəlik, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı. Bu, kartoqram üsuluna aiddir. Yazaq. A aiddir 3-ə. B-yə baxaq. Coğrafi obyektlər müxtəlif həndəsi fiqurların, hərf və simvolların köməyi ilə təsvir edilir. Bu, işarələr üsuludur. Həmin üsul da burada olmadığı üçün B-ni heç birinə aid etməyəcək. C-yə baxırıq. Coğrafi obyekt və proseslərin yayıldığı ərazilər göstərir. Daha doğrusu, məsələn, kənd təsərrüfatı bitkilərinin müxtəlifliyi, faydalı qazıntıların yayıldığı sahələr. Bu, areal üsulu ilə göstərilir. Yəni, C aiddir 1-ə. D-yə baxaq. Coğrafi obyektlərin ərazi üzrə yayılması və onların kəmiyyət göstəricilərini ifadə edir. Bunu bayaq dedik. Bu, nöqtələr üsuludur. D aiddir 2-yə. Sonuncuya baxırıq. Y. Coğrafi obyekt və hadisələri keyfiyyət göstəricilərinə görə fərqləndirmək üçün istifadə edilir. Deməli, bu isə aiddir keyfiyyət fonu üsuluna. O üsul da burada olmadığı üçün götürməyəcəyik. Deməli, doğru cavablar oldu. 1-ə C, 2-yə D, 3-ə A, 12-də doğru cavab B variantıdır. Sual 13. Xəritə, qlobus və planın oxşar əlamətlərini seçin. A. Yerin və onun ayrı-ayrı hissələrinin təsvirində istifadə edilir. Bu, xəritəyə aiddir. Bildiyimiz kimi, qlobusda sadəcə yer təsvir edilir. Xəritədə isə yerin və onun ayrı-ayrı hissələrinin təsviridir. Plan isə bu daha kiçik ərazilərin təsvirində istifadə olunur. A variantı oxşar əlamət deyil. B-yə baxırıq, təhrifsiz təsvirlərdir. Bildiyimiz kimi, xəritə təhrifli təsvirdir. Ona görə oxşar xüsusiyyət ola bilməz. C. Baş və xüsusi miqyasın köməyi ilə təsvir edilir. Bu da sadəcə xəritəyə aid olan xüsusiyyətdir. D. Generalizasiyaya məruz qalır. Bəli, bunu hər üçünə də aid edə bilərik. Çünki hər üçündə də generalizasiya olur. Generalizasiya nə idi? Ümumiləşmə, ixtisar olunan ərazilər deməkdir. Ona görə onun üçün doğru cavabı D variantıdır. Y-yə də baxaq. Dünya okeanını təsvir etmək mümkündür. Biz dünya okeanı planda təsvir edə bilmərik. Yəni, onun üçün doğru cavabı D variantıdır. Keçdik 14-cü suala. Səyyah 30 dərəcə şimal eniyi və 40 dərəcə şərq uzunluğundan eyni paralel üzrə 180 dərəcə fərqə malik olan nöqtədən hərəkətə başlayaraq əvvəlcə 0 dərəcəlik azimutla, sonra isə 180 dərəcəlik azimutla 13320 km getdikdən sonra səyyahın çatdığı məntəqənin coğrafi koordinatlarını müəyyən edin. Deməli, gəlin çəkək, haradan başlayıb səyyah. Deməli, 30 dərəcə şimal eniyi, 40 dərəcə şərq uzunluğu.
Deyir ki, eyni paralel üzrə 180 dərəcə fərqə malik olan məntəqədən 180 dərəcə fərq olması o deməkdir, yəni əks meridianında yerləşir. 40 dərəcə şərq uzunluğunun əks meridianı olacaq 140 dərəcə qərb uzunluğu. Həqiqətən də aralarında fərq 180 dərəcə olur. Burada olsun 0 Greenwich olsun. Deməli, aralarındakı fərq 180 dərəcədir. İndi nə deyir? Eyni paralel üzrə 180 dərəcə fərqə malik olan məntəqədən hərəkətə başlayaraq əvvəlcə 0 dərəcəlik azimutla, deməli, əvvəlcə şimala gedib, sonra cənub istiqamətində davam edibsə, deməli, meridian üzrə hərəkət edib, yəni qütbdən keçməklə bu hərəkət baş verib. Gəlin ilk öncə neçə dərəcə gedib onu hesablayaq. Baxaq görək. 13.320 kilometr yol gedib. Biz bunu dərəcəyə çevirmək istəsək, 13.320-ni bölməliyik 111-ə. Niyə 111-ə böldük? Çünki meridian üzrə 1 dərəcənin qiyməti 111 kilometrdir. O da edəcək 120 dərəcə. Deməli, ümumilikdə 120 dərəcə yol gedib. 120 dərəcəni də gəlin baxaq. Koordinatları müəyyən edək. Deməli, 30 dərəcə şimal enliyindən hərəkətə başlayıbsa, qütbdən keçməklə olub bu hərəkət. Deməli, qütbə qədər, şimal qütbünə qədər neçə dərəcə gedib? 60 dərəcə. Çünki 90-dan 30-u çıxanda edir 60 dərəcə. Deməli, 120-nin 60 dərəcəsini şimala doğru gedib, yəni 0 dərəcəlik azimutla gedib. Qalan 60-ı isə, cənub istiqamətində gedib, yəni 180 dərəcəlik azimutla gedib. Yenə biz 90-dan 60-ı çıxsaq, edəcək 30 dərəcə. Yenə gəlib çatacaq bura. Bura çatacaq. Koordinatlar olacaq neçə? 30 dərəcəlik şimal enli dairəsi, 40 dərəcə şərq uzunluğu. 14-ün doğru cavabı olacaq A variantı. Sual 15. Uyğunluğu müəyyən edin. Xəritə və qlobus. Bu tərəfdə olanlar yanlış xüsusiyyət olmalıdır. Digər tərəfdə olanlar isə doğru xüsusiyyətlər olmalıdır. Baxaq. A. Baş və xüsusi miqyasdan istifadə edilir xəritədə. Bəli, bu doğrudur. Yanlış xüsusiyyət olmadığı üçün götürmürük. B. Böyük və orta miqyaslı xəritələrdə təhrif olmur. Xeyr, bu yanlışdır. Götürəcəyik. Deməli, yazaq. B yanlışdır. 1-ə aiddir. C. Generalizasiya məruz qalmır. Bu da yanlışdır. Çünki bildiyimiz kimi xəritədə generalizasiya olur. C-ni də götürürük. Tərtibində proyeksiyalardan istifadə edilir. Bu doğru xüsusiyyətdir. Ona görə götürmürük. E. Fiziki xəritələrdə ölçələrin sərhədlərini müəyyən etmək mümkündür. Bu yanlış xüsusiyyətdir. Ona görə yeni də götürəcəyik. Fiziki xəritələrdə çünki ölkələrin sərhədlərini müəyyən edə bilmirik. Yeni götürdük. İndi baxaq görək ikincidə hansı fikirlər doğrudur. Bu səfər doğru fikirləri götürəcəyik. A. Müfəssəllik digər kartoqrafik təsvir vasitələrinə nisbətən yüksəkdir. Xeyr, bu yanlış ifadədir. Çünki qlobusda da müfəssəllik o qədər də yüksək deyil digər təsvir vasitələrinə nisbətən. B. Tərtib olunmasında proyeksiyalardan istifadə edilir. Bu da yanlış xüsusiyyətdir. Çünki proyeksiyalardan xəritələrdə istifadə edilir. C. Yerin kiçildilmiş modeli olduğu üçün təhrifsiz təsvirdir. Bəli, doğrudur. Qlobus təhrifsiz təsvirdir. D. Coğrafik koordinatları və üfüqün cəhətlərini təyin etmək mümkündür. Bəli, mümkündür. E. Yalnız baş miqyasdan istifadə edilir. Bəli, burada yalnız baş miqyasdır. Təhrifsiz təsvir olduğu üçün E variantı da doğrudur.
Deməli, doğru cavablar oldu. 1-ə BSY, 2-yə SDY, 15-də doğru cavab B variantıdır. Sual 16. Səyyah ABC xətti üzrə 21.090 km məsafə qət etmişdir. 1 dərəcəlik meridian və ekvator qövslərinin uzunluğunun 111 km qəbul edildiyini nəzərə alaraq C məntəqəsinin yerləşdiyi uzunluğu tapın. Biz ilk öncə 21.090-ı bölməliyik 111-ə. Tapaq görək neçə dərəcə yol gedib. Ümumilikdə 190 dərəcə edir. Deməli, A-dan B-yə neçə dərəcə gedib? 40 dərəcə gedib. 190-dan 40-ı çıxaq. Yerdə qaldı 150 dərəcə. B-dən C-yə qədər də 150 dərəcə gedib. Qrimsə qədər 90 dərəcə gedib. 150-dən biz 90-ı çıxsaq, taparıq ki, C hansı uzunluqdadır. O da edər 60 dərəcə şərq uzunluğu. Doğru cavab B variantıdır. Keçdik 17-ci suala. Verilənlərin hansı təsvir üsuluna aid olduğunu müəyyən edin. Coğrafi məlumatlar əyani və anlaşılan üsulla təsvir edilir. Sadələşdirilmiş və ümumiləşdirilmiş şərti işarəli təsvirdir. Əl qrafikasından istifadə edilir. Bütün bunlar xəritə sxemə aiddir. 17-nin doğru cavabı C variantıdır. Keçdik 18-ci suala. Verilənlərin hansı təsvir üsuluna aid olduğunu müəyyən edin. Yenə xəritədə təsvir üsullarına aid sualdır. Ölkənin və ya regionun iqtisadi və sosial göstəricilərini müqayisə edir. Məlumatlar həndəsi fiqurlar, daha çox dairə və sütunlar vasitəsilə verilir. Fiqurların ölçüləri kəmiyyət göstəricisini əks etdirir. Bu hansı üsuldur? Təbii ki, kartodiaqram üsuludur. D variantıdır. Digərlərinə baxmağa ehtiyac yoxdur. 18-in doğru cavabı D variantıdır. Sual 19. Verilənlərin hansı təsvir üsuluna aid olduğunu müəyyən edin. Əraziləri bir-birindən fərqləndirir. Siyasi xəritələrdə ölkənin ərazisini, fiziki xəritədə isə relyef vahidlərini göstərir. İqlim xəritələrində yağıntıların paylanması aiddir. Bu hansı üsuldur? Təbii ki, keyfiyyət fonu üsulunda bütün bunlar göstərilir. Bu video üçün sonuncu suala baxırıq. Kartoqrafik tədqiqat metodlarını seçin. Gəlin seçək. Vizual təhlil, bəli, kartoqrafik tədqiqat metodudur. 1. 2. Generalizasiya kartoqrafik tədqiqat metodu deyil. Generalizasiya ümumiləşmə, ixtisar deməkdir xəritələrdə. Kartometrik təhlil, bəli, kartoqrafik tədqiqat metodudur. 4. Şərti işarələr kartoqrafik tədqiqat metodu deyil. 5. Kartoqrafik təhlil, bəli, tədqiqat metodudur. Riyazi əsasda kartoqrafik tədqiqat metodlarına aid deyil. Deməli, 1, 3, 5 doğru cavablardır. 20-də doğru cavab C variantıdır. Bugünlük bu qədər. Ümid edirəm ki, bu videolar sizlər üçün faydalı olur. Əgər faydalı olursa, kanalımıza abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun.